insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxtliyini göstərmək istəyir. Yəni, daha çox evdə xoşbəxt olmaqdan, necə eləyim evdə, ailədə xoşbəxt, ondan çox zikr fikri budur ki, necə eləyim ki, hamı məni görsün, desin ki, xoşbəxtdirlər. Statuslara qoymaqla, müəyyən, nə bilim, orada, burada bu şəkili çəkməyi və s. Mən demirəm, heç nə də olmasın, kim çəkir, o həddində, çərçivəsində, özü bilər, öz işidir, hədd çərçivə içində. Amma aşırı, mən bəzi vaxt cavanlara, belə cavanlara ürəyim ağrıyır. Hələ də bu ailə çox getməz. İnanın, baxıram, həqiqətən də çox da elə dolu bax. Dostlar, yəni, gəlib o görüşübə deyirlər, hə, doğrudan da belə oldu. Deyirəm, yəni, bu təcrübədir də, yəni, mən bu neçə ildir görürəm. Görürəm belə, yəni o getmirlər bir yerə, çata bilmirlər. Yalancı bir aura yaratmaq, sanki güya xoşbəxtlik və bunu da bir növ cəmiyyətdə bir şəkildə təqdim eləmək və insanları da o istiqamət vermək, olan hamısının məsuliyyəti var. Yəni, biz sosial varlığıq, atdığımız addımların ictimaiyyətə təsiri var, ona görə cavab verəcəyik. İlk öncə dünyada, sonra axirətdə. Bu konkretdir, qətidir. Ona görə addımlarımıza diqqət edəməliyik. Mən özüm istəyirəm, özüm bilərəmdən deyil. O qədər azad deyilsən ki, kimisə bədbəxt edəsən. Yəni, azadlığından müsbət mənada istifadə elə, bəhrələn. Düz cəmiyyətə yaxşı